Ustad, belə bir sual çıxıb qabağıma ki, dinə inanc fitrət deyil, qorxu və acizlikdən yaranmış bir şeydir. Bu nə dərəcədə düzgündür ki? Əgər fiziki qorxunu, fiziki acizliyi nəzərdə tuturlarsa, böyük sərkərdələr, böyük padşahlar inancılı olublar. Və bu gün də var. Hansı fiziki qorxudan gedir söhbət? Yox, əgər elmi acizliyi nəzərdə tuturlarsa, böyük alimlər tarix boyunca inancılı olublar. İbn Sina kimi alim, o bölüyündə alim inancılı olub. Bunun üçün fitrət nədir, o anlamalıdır ki, fitrət nədir? Bax, fitrət o şey deyirlər ki, o insan tarixində hər zaman olmuş olsun. Onu insana kənardan heç kəs təlqin eləməsin və heç zamanda itməsin. İnsan tarixinə nəzər salsaq, məsələn, qazıntılar aparılır, arxeoloji qazıntılar aparılır. Harada insan varsa, insanın əsərini tapırlarsa, orada bir dənə dini inanc tapırlar. Və tarix boyunca da nə qədər istəyiblər bunu aradan insanların fitrətindən aparsınlar, apara bilməyiblər. Məsələn, Sovet dönəmi buna böyük bir sübutdur. 70 il təbliğat aparıldı. Hər formada, universitetlərdə, mediada, hətta qadağanlar və s. Bunlar aradan apara bilmədilər. Sovet dağıldı, yenidən cavanların fitrətində özünü göstərdi. Tövhid ortalığa. Kök qalır. Üzdən kəsə bilərsən, amma kök qalır. Yəni bu fitrətdir. İnsanın yaradılışıdır, fitrətidir. Başa düşdüm. Mən belə başa düşürəm. Sağ olsun.